İmam Rıza'nın hərəmində sizə baş vermiş bir hadisəni danışmaq istəyirəm. Bir ananın Məsumə adında balaca qızı olur. Bu Məsumə əlil arabasında həyat sürür. Yəni nə gəzə bilmir, nə gözləri görmür. Sonuncu dəfə həkimin yanından çıxanda da həkim anasına deyir ki, bundan sonra artıq heç kimin əlindən heç nə gəlməyəcək. Əgər baxmaq sənə çətin olsa, onu qayğı mərkəzinə versən, orada da ona yaxşı baxarlar. Anasının orada ürəyi sınır. Axşam evə gəlir, gecə 2 rükət namaz qılıb dua eləyir. Yuxuya gedir, bir yuxu görür. Görür ki, işıqlı bir yerdədir, hər yer nur doludur. Bir nurani şəxs də ona yaxınlaşıb nələrsə deyir. Bu ana yuxudan oyanır. Qaçır qızını yuxudan oyadıb deyir ki, gərək hərəmə gedək. Hazırlaşırlar, anası Məsuməni əlil arabasına qoyur, hərəmə gedirlər. Məsumə anasının çarəsizliyini, qəm-qüssəsini gördükcə gözlərindən yaş axır. O da hərəmə çatana qədər dua edir. İlahi, əgər bu halımda hikmət varsa, səbr edərəm. Amma əgər şifa olarsa, anama görə. Anası da arabanı sürür, hərəmə çatırlar. Hərəmdə bu gördüyünüz Fulad pəncərəsinin yanında arabanı saxlayır, ana yerdə əyləşir, Məsuməni də bu Fulad pəncərəsinə yaxınlaşdırır. Hər ikisi dua edir. Anası bir də görür ki, Məsumə huşunu itirir. Sonradan Məsumə, yəni balaca qız, özü bu halları danışır, özünə gələndən sonra. Qaranlıq gözümə bir anda 2 nurani şəxs göründü. Hər yer işıqlandı. Sonra bu pəncərədən bir nurani işıq özünə tərəf gəlməyə başlayır və Məsumə belə bir səs eşidir. Qalx. Məsumə ona deyir ki, mən qalxa bilmirəm, xəstəyəm. Yenidən səs gəlir. Qalx ki, ananın ürəyi sevinclə dolsun. Məsumə yavaş-yavaş ayaqlarını tərpədir, gözləri işıqla dolur və qışqıraraq huşunu itirir. Yəni imamın vasitəsilə burada şəfa alır. Bu yaşanmış və hərəmdə dəftərdə qeyd olunmuş həqiqi hadisədir. Allah bütün müşkili olanları bu cür sevindirsin.